denk dat je kan zeggen dat je hier kan spreken over echte supporters. Burada biz həqiqi dəstəkçilər haqqında danışa bilərik və klubda da insanlar çox dəstək verirlər. Bizə çox böyük bir ümid verir bu və təbii ki bizim də öhdəliklərimiz var. Siz bu qədər idmançılar qarşısında bunu istifadə edirsinizmi? Bu mənim üçün bir standartdır. Amma bu təbii ki çox yaxşıdır ki bu haqda danışmaq. Bu çox yaxşı bir səyahət oldu və ucuz bir səyahət də deyildi əslində. Biz çox xoşbəxtik ki, bizim dəstəkçilərimiz bura gəliblər və bizə dəstək olacaqlar. Qarabağda kifayət qədər yaxşı nəticələri olan bir komandadır. Sizin bu haqda fikriniz nədir? Əlbəttə, mən onların oyunlarına baxmışam. Çox yaxşı bir komandadır. Çox az şəkildə məğlubiyyətlə üzləşirlər və hətta 6 nəfər geri olsalar belə yenə də çox sürətlə irəli gedə bilirlər. Texniki cəhətdən də oyuncuları kifayət qədər yaxşıdırlar. Çox ciddi bir oyundur bu bizim üçün. Bu sizin üçün də çox uzun bir yolcudur və çox məşğul bir yoldur. Bu oyuncuların vəziyyəti üçün necədir? Əlbəttə ki, bu oyuncular üçün də çox çətin bir vəziyyətdir və çox ciddi bir proqramdır və oyuncular da yorulurlar. Amma yenə də mən oyuncularıma inanıram və əlbəttə ki bizim bir komanda olaraq öz enerjisi kifayət qədər olan oyuncularımız var. Və onlar hamısı kifayət qədər aktiv şəkildə oynamaq istəyirlər və hamısı da oyunu səbirsizliklə gözləyirlər və bir komanda şəklində də oynamaq istəyirlər. Çox sağ olun, uğurlar. Siz müəyyən müddətdir ki buradasınız. Siz burada Ajax'da vəziyyətiniz necədir? Mən şəxsi cəhətdən çox xoşbəxtəm burada. Komanda və ümumiyyətcə heyət çox yaxşıdır və mən çox xoşbəxtəm ki buradayam. Mənim üçün hər şey çox gözəldir. Siz qısa zaman öncə gözləyən oyunculardan idiniz, amma hal-hazırda oynuyorsunuz. Bu dövr necə olub? Bu dövr gözlənilməz bir dövr idi. Bəli, və çox enişli çıxışlı bir yol idi və hal-hazırda da çox yaxşıdır. Sizin müdafiəçilərin əməkdaşlığınız necə olub? Düşünürəm ki, son 2 oyunlarda gördüyünüz kimi biz inkişaf etmişik. Şəxsən mənim cəhətdən kifayət qədər böyük bir inkişaf var son 2 oyun cəhətdən. Bir neçə son şanslarımızda da kifayət qədər inkişaf etmişik. Uğurlar sabah. Çox sağ olun. Və biz bilirik ki, Weghorst hal-hazırda iştirak etmir bildiyimiz qədərilə. Bu o deməkdir ki, bütün gözlər bizim qapıcıya və digər oyunculara yönəlib. Bu cəhətdən yəni nə düşünürsünüz? Necə hazırsınızmı? Biz valuta haqqında dəfələrlə danışmışıq. Ümumiyyətcə bu zədələnmələr haqqında və bu zədələnmə çox ciddidir. Xüsusilə də bu qış fasiləsindən öncə. Buna görə də avtomatik şəkildə biz Cresper haqqında düşünməliyik. Cresperdə keçən həftə sonu kifayət qədər çox oynayıb, yəni normadan da daha çox oynayıb və bu çox təcili idi. Ona görə də biz digər oyunculara baxmalıyıq. Sizcə bu 60 dəqiqə ərzində kifayət qədər oynamışdımı? Həmin anda yaxşı oynamışdı. Sadəcə bəzi çətinliklər olmuşdu. Kifayət qədər çox oynamışdı. Həddindən artıq çox oynamışdı. Bu da çətinlikdir. Bəlkə onun üçün çox idi, amma bəlkə daha cavan oyuncular üçün çox da böyük bir problem olmazdı bu qədər uzun müddət oynamaq. Və nə qədər, kimin nə qədər oynaya biləcəyi balansı haqqında nə kimi bir düşüncəniz var? Bu heç bir problem yoxdur, amma biz buna kifayət qədər nəzərə alırıq və biz bu haqda müəyyən işlərdə görürük və hər kəsənin öz
oynaya biləcəyi səviyyədə oynaya biləcəyi haqqında danışırıq və ona uyğun şəkildə də oyuncular seçirik. Tomiyasukun da seçimi daha çox gücləndirəcəyi haqqında danışıqlar var. Sən bu haqda nəsə danışa bilərsənmi Tomiyasuk haqqında? Mən bilirəm ki, Ajax özünü inkişaf etdirməyə çalışır və biz mümkün olacaq imkanlara baxırıq. O imkanlar ki, hansı ki, hal-hazırda indiki pəncərədə mümkündür və bir neçə adlar görmüşəm bu pəncərədə, hansını ki, Ajax təyin etmək istəyir. Veterslaxada bir sual var. Siz bildirdiniz ki, çox çətin bir dövr idi və siz öz pozisiyanınızı itirmişdiniz və siz indi gerirsiniz və siz Groningenə qarşı çox möhtəşəm oynadıq, xüsusilə də son oyunda. Amma əgər razı deyilsinizsə, daha çətin idi son oyunda oynamaq. Siz bu haqda nə düşünürsünüz? Bəli, məncə kifayət qədər çox çətin idi. Həm Ajax üçün oynamaq və digər komandalar. Topları və qolu qorumaq kifayət qədər çətindir bir qolkiper üçün. Bir neçə uzaqdan zərbələri də tutmaq kifayət qədər çətindir. Qolu müdafiə etmək çətindir. Amma qərarlar anındaca verilir və topu baxmaq daha çətindir. İnsanların sizə kifayət qədər dəyər vermədiyi haqqında demək, bu ədalətli bir şeydirmi? Bəli, məncə bəzi insanlar sadəcə futbol oynamayıblar və heç bir praktikaları yoxdur. Ona görə də kifayət qədər dəyər verməyə bilmirlər və ümumiyyətcə top haqqında danışa bilmirlər. Və kifayət qədər asan bir şey deyil. Sabah da çox yaxşı oyun olacaq. Bəli, çox yaxşı oyun olacaq. Digər suallara keçəcəyik. Salam, axşamınız xeyir. Fredə baş məşqçi olan suallardır. Biz deməli Kenneth və Jonas Zutterberg haqqındakı zədələmələr haqqında bilmək istəyirdik. Biz hər həftə baxırıq irəliləyişlərə və onların vəziyyətinin nə olduğu ilə bağlı. Və bu həftə sonuna qədər, yəni onu seçmək mümkün olacağı haqqında qərarlar vermək istəyirik. Siz bu çempionluq haqqında nə düşünürsünüz? 5 oyun oynamısınız və 5 çətinlikləri olub sizdə. Son 3 oyunlarda da olumsuz play-offlara qarşı son 3 oyun qalıb. Yəni düşüncəniz nədir? Dediyim kimi bu oyunlar, yəni oyundan oyuna dəyişikliklər olub. Ona görə də hər oyun haqqında danışmaq çətindir. Digər oyunda da mən danışmışdım ki, yəni biz çox pisdir ki, bizim sadəcə 0 xalımız var. Amma ki, biz çox istərdik ki, növbəti mərhələyə gedək. Ona görə də sabah da biz xal qazanmaq istəyirik. Sonuncu sual. Yosif Messi var. Yuri klasik oyundaydı. Və Yusin'i də istəyirdiniz. Hansı seçimləri görə bilirsiniz bu haqda? Bizim də kifayət qədər seçimlərimiz var və biz o seçimləri geri dönüşəcəyik. Və o seçimlərin içində təbii ki, daha yaxşı oyuncular da var və biz onu seçəcəyik. Mokyo və Erosa kimi oyuncular da oynayacaqlar. Onlar da seçimlərdən biridir. Bir sual sizə. Siz keçmiş komandanız Liverpool'un oyun göstərişinə necə baxırsınız? Siz təəccüblənirsinizmi? Mən fikir verməmişəm, amma mən hal-hazırda Liverpool'da deyiləm. Ona görə onlara heç fikir də vermirəm. Yəni, heç bir xəbərim yoxdur onlar haqqında, heç kəslə də əlaqəm yoxdur. Ona görə də bilmirəm mən nə danışım bu haqda. Mən istərdim ki, daha yaxşı olsun, amma sadəcə bilirəm ki, onlar özləri öz əllərinə gələni edirlər. Zalda Fred Xrimə başqa sual vermək istəyən kimsə varmı? Mən. Bakıya xoş gəlmisiniz. Azərbaycanda
əksər insanlar düşünür ki, yəni Qarabağ Ajaxla oyunun favoriti və qalib gələcək, amma Ajaxın halı yoxdur və 6 əsas oyuncusu da oynamayacaq. Düşünmək olar ki, yəni Ajax bu oyuna çox da ciddi yanaşmır, gözləntisi yüksək deyil və daha çox Erediviziyanı düşünür. Çox yaxşı sualdır bu. Mən bunu izah eləmişəm ki, Ajax oyunları sadəcə qalib gəlmək istəyirlər. Fərqi yoxdur hansı oyun olsun. İstər sabahki oyun olsun, istər başqa oyunlar olsun. Xüsusilə də 7 xalı olan bir komandaya qarşı oynamaq, yəni məncə kifayət qədər böyük bir ciddiyyətdir və biz sabah əlimizdən gələni edəcəyik. Və sonra baxacağıq öz yerli oyunlarımıza. Amma bizim üçün çox vacibdir sabahki oyun. Çox sağ olun. Başqa sual vermək istəyən varmı? Fethi'me bir dənə də. Ümumi olaraq Qarabağda bir geniş fikirlərini istəyərdim baş məşqçi bildirsin. Yəni Qarabağda ümumi düşüncələr nədir? Ötən mövsüm Ajax burada fərqli bir baş məşqçi ilə burada 3-0 hesabı ilə qalib gəlmişdi. Amma 3-0 hesabı ilə qalib gəlsə dediyim kimi təkrarsızlıq olmasın, yenidən qarşılaşır, amma favorit Qarabağdır. Ümumiyyətlə Qarabağın bu mövsümki çıxışın əvvəlki oyunlarını izləyib və əsas üstünlüyü nədir Qarabağın Ajax? Yəni Ajaxla müqayisədə hansı detalları yəni bildirə bilər ki, üstünlüyü var Qarabağın? Sabahki oyun haqqında deyə bilərəm ki, Qarabağın bir neçə oyununu biz izləmişik, analiz eləmişik və biz görmüşük ki, bu sezon kifayət qədər balanslı olan bir komandadır və böyümüş bir komandadır, hansı ki, çox güclü oynaya bilir, kifayət qədər çox insan topun arxasıca qaça bilir və çox sürətlə hücuma keçə bilirlər. Biz buna baxmışıq və bizim buna qarşı planlarımız var və sabahları inşallah ki, elə bir oyun olacaq ki, biz orada qalib də gələ bilərik, uduza da bilərik və biz bunu sabah görəcəyik. Çox sağ olun. Bakıya xoş gəlmisiniz. Qarabağın oyunlarını izləyəndə dedi baş məşqçi. Qarabağın oyunlarını izlədiyini dediniz. Qarabağın heyətində fərqləndirdiyi xüsusi futbolçular var. Varsa hansılardır? Məncə mən ad deməməyim daha yaxşı olardı, amma məncə onların çox yaxşı müdafiəsi var və kifayət qədər müdafiədən öncə blokları var və orta sahə oyuncuları da var. Kifayət qədər sürətlidirlər və çox ağıllı oynayırlar, amma ad çəkmək istəməzdim. Başqa sonuncu sual vermək istəyən varmı? Buradakı şəxs. Süpersport azı Aytan Arcəfərsoy. Bilirik ki, Çempionlar Liqasında Ajax indiyə kimi keçirdiyi 5 oyunun hamısını məğlubiyyətlə başa vurub və sonuncu pillədə 36-cı yerdə qərarlaşıb. Necə düşünürsünüz bu fakt və Qarabağın güclü olması komandanızı qorxutmur ki? Sabahki oyun haqqında qorxmaq haqqındadır. Xeyr, biz qorxmuruq. Baxmayaraq ki, bizim 0 xallımız var. Biz bu oyuna istifadə edəcəyik ki, heç olmasa 0-dan canımızı qutaraq. Amma əlbəttə ki, biz qorxmuruq.